Salam, gəlin bugün parazit qurdların həyat dövriyyəsinə baxaq. Yastı qurdlar tipinin 3 sinifi var. Kirpikli qurdlar sinifi, sorucu qurdlar sinifi, bir də lent şəkilli qurdlar sinifi. Biz indi sorucu qurdlarla lent şəkilli qurdlar sinifinin nümayəndələrinin həyat dövriyyəsinə baxacağıq. Yaxın zamanlarda keçirilən Dövlət İmtahan Mərkəzinin imtahan suallarından biri Dənəvər Exnokokun həyat dövriyyəsi ilə bağlı idi. Gəlin indi bir yerdə digər qurdların da həyat dövriyyəsinə baxaq. Sorucu qurdlar sinifindən olan qaraciyər sorucusunun əsas sahibi insan və onurğalı heyvanlar, aralıq sahibi isə kiçik göl ilbizidir. Əsas sahibi odur ki, parazitin yetkin fərdinin, yəni cinsi yola çox olan fərdinin yaşadığı orqanizm onun əsas sahibidir. Aralıq sahibi isə qeyri-cinsi yola çoxaldığı və yaxud da sürfələrin yaşadığı orqanizm onun aralıq sahibidir. Gəlin indi sxem üzrə həyat dövriyyəsini çəkmişəm, ona diqqətlə baxaq. Maylanmış yumurtalar, deməli, əsas sahibinin qaraciyərindən ödəxarları vasitəsilə gəlir, düşür bağırsağa, bağırsaqdan da nəcis vasitəsilə xaricə düşür. Xaricə düşmüş yumurtalardan yumurtanın inkişafı üçün mütləq ki, su mühiti lazımdır. Yumurtalar suya düşdükdə başlayır inkişaf eləməyə. Ondan üzəri kirpiklərlə örtülür, kirpikli sürfə çıxır. Kirpikli sürfə fəal olur, hərəkətli olur, lakin qidalanmır. O da inkişaf eləməsi üçün kiçik göl ilbizinə rastlanmalıdır. Kiçik göl ilbizinə rastladıqda ona kirpikli sürfə şəklində daxil olur və sürfə başlayır ilbizin bədənində inkişaf edir, qidalanır və çoxalır. İlbizin bədənindən isə kirpiklərini itirilmiş şəkildə, yəni quyruqlu sürfə formasında xaric olur. Quyruqlu sürfə hərəkətli olur, lakin qidalanmır. O gəlir su bitkilərin üzərinə yapışır, sistaya çevrilir. Əsas sahib, yəni insan yaxud da onurğalı heyvanlar sudu, ot, göy göyərti vasitəsilə qidalandıqda bu sista onların həzm sisteminə düşür. Həzm sistemində sista başlayır əriməyə, ondan da cavan sorucu çıxıb qana keçir, o da qaraciyərə gəlir. Həyat dövriyyəsi bu qədər. Deməli, əsas sahibə sista şəklində daxil oldu, yumurta formasında xaric oldu. Aralıq sahibə isə kirpikli sürfə şəklində daxil olub, quyruqlu sürfə formasında xaric olur. Qaraciyər sorucusunun törətdiyi xəstəlik fasilyoz xəstəliyidir. İndi isə gəlin lent şəkilli qurdlar sinifinin nümayəndəsindən olan öküz soliterin həyat dövriyyəsinə baxaq. Parazitin inkişafı sahib dəyişmə yolu ilə gedir. Öküz soliterinin deməli əsas sahibi insan, aralıq sahibi isə qaramaldır. Gəlin cədvəl üzrə həyat dövriyyəsinə baxaq. İçərisində maylanmış yumurtalar olan buğumlar nəcislə birlikdə insan bədənindən xaric olur. Qaramalın da yediyi otla birlikdə başlayır həzm sisteminə düşür. Yumurtadan da altı qarmaqlı sürfə çıxır. Sürfə bağırsağın divarından qana keçərək əzələlərə gətirilir. Qarmaqlarını itirir, noxud böyüklüyündə finnaya çevrilir. İnsan da yaxşı bişirilməmiş finnalı mal əti yedikdə onun bağırsağında finnanın qabığı başlayır əriməyə. Finnadan da başçığı, boyuncuğu olan parazit çıxır. O da bağırsaq divarına yapışır, yetkin qurda çevrilir. Öküz soliterin